Salam dəyərli izləyicilər, Çınar TV-nin efirindən hər kəs xoş gördük və biz yenə iş başındayıq. Adını çəkilmək istəməyən qardaşların dəstəyi ilə inşallah bu günləri 15 qurban payı var, qurban kəsirlər. Allah kəsilən qurbanları Allah qəbul eləsin. Allah o qardaşları var eləsin ki, çox sağ olsun ki, onlar da öz dəstəyini göstərirlər, kasıb adamları sevindirirlər. Allah onlara kömək olsun, Allah onları var eləsin. Və biz yenə iş başındayıq. Kerem, sən də öz fikir çatır Kerem. Deməli, bu günləri biz 15 dənə ailəni sevindirəcəyik. Allah razı olsun o qurbanı kəsəndən. Allah onun qurbanını qəbul eləsin. 15 dənə qurban sən qoy çəksin, həm də. Bəli, bu günləri hazırdır, 15 qurban payı var. 15 ailəni biz bu günləri sevindirəcəyik. Və artıq indi yola düşürük, birincini verməyə. İzləməyə davam edin. Bizi Facebook'da, Instagram'da, YouTube'da, TikTok'a baxa bilərsiniz. Xahiş edirəm bizim kanala abunə olun, bizi izləyin. Salam əleykum. Biz artıq 3-cü ailəyə gəlmişik qurban payını. Allah bunu qurbanı kəsənin razı olsun, qurbanını qəbul eləsin. Vaxtımız azdır, indən sonra hələ bir 12 dənə yerə gedəcəyik. Buyurun, az da olsa qurban ətlidir, yoxdur. Allah qəbul eləsin. Həkim kəsbində Allah onların qurbanını qəbul eləsin. Sizdən də qardaşlarım, Allah razı olsun. Allah nə muradınız var onu versin. Eləyəndən də Allah sənlərlə sağlık olsun. Yardım eləyənlərlə. Oldu, vaxtımız azdır. Biz gedirik artıq 12 dənə ailə bizi gözləyir, yardım ehtiyac olan. Gedirik qurban paylarını verək. Sağ olun, görüşənə kimi. Sağ olun. Allah razı olsun. Dəyərli izləyicilər, işimiz davam edir. O qardaşların Allah kömək olsun. Kəsdiyi qurbanları Allah qəbul eləsin. Qardaşların köməyindən işimiz davam edir. Kerem qardaşla birlikdə köməkli qurban ətini paylayırıq. Şəmkinin demək olar ki, kətlərini gəzirik yavaş-yavaş. Qurban paylarını çatdırırıq. Və indisə çatdırırıq, indisə 3-cü aydalar Kerem. 4-cü. 4-cü aydalar. 4-cü ayda yavaş-yavaş çatdırırıq. İnşallah çatdırırıq daha doğrusu. Dəyərli izləyicilər, gəldik, çatdıq Seyfəli kəndində, Şəmkir rayon Seyfəli kəndində 4-cü aydayıq. Gəlmişik qurban payını çatdırmağa. Zəh vurmuşuq, evdə olmalılar. Xala, nətərsən? Nə var, nə yox? Hoş geldin. Sağ ol, çox sağ ol. Allah kömək olsun. Bu qardaşların qurban payıdır, qurban kəsblər. Allah qəbul etsin. Allah qazançlarını artıq eləsin. Amin. Belə neçə belə qurbanları qəbul olsun. Allah sizin də köməyinizdə dursun. Sağ ol. Çəkib gəlirsiniz. Allah razı olsun. Sağ ol. Onu da bildirək ki, dərəcələr, xalanın xəstə nəvəsi var, qıçında problem var. Yəni, az tərmətli ailədirlər. Allahın köməyi ilə inşallah yaxşı olar. İnşallah. Vaxtımız azdır, zəhmət edər. Sağ ol. Gedirik, hə. Qurban payını çatdırmağa. Allah sağlığına sağ olsun. Allah qəbul eləsin. Allah qazançlarını artır versin. Amin, Siz də sağ amin. olun. Sağ olun. Çox sağ olun. Biz izləməyə davam edin. Bizim növbəti ailəyə çatdırmalı qurban payını dərəcələr. Kerem qardaşla mən iş başında. Biz izləyin. Oldu, sağ olun. Salam dərəcələr bir daha. Biz gəldik 5-ci ailəyə. Seyanımıza evimiz də düzəlir. 5-ci ailə inşallah qurban payını çatdırmağa gəlmişik. Allah o qardaşların kömək olsun ki, kasıvarlar, sevindirirlər. Nətərsən ay xala, nə var, nə yox? Sağ olun, qazanıcıları. Yaxşı, qardaşların qurban payıdır, o gətirir. Allah qazançlarını artıq eləsin. Qurbanlarını həmişə belə xeyir işlərə qismət eləsin. Belə əziz günlərinə qismət olsun. Qurban paylamaqları. Allah kömək olsun. Dəyərli izləyicilər, ona bildirim ki, bilməyənlər üçün də çatdırım ki, xalam xəstəliklə bağlı iş qüvvəsi çətindir və həmçinin yoldaşı da xəstədir. Allah köməkləri olsun, Allah şəfalarını versin. Nətər yaşayış durumunuz var xalam, nətər vəziyyət? Elə hamı kömək edir atam. Allah sizə sağ, sizin şotunuza evimizi də suyuyurlar. Ki bircə otağını suya içinə köçürdək. O da zal eləyirlər ki, qapıları bağlı içinə köçürdək. Müalicələr davam edir. Peki an üçü gedəcəm bir də hə qadına. Daya təri, daya. O yatır, kaleska verdilər, Ha, gətirdilər. kayaska oldu mu? Hə, gətirdilər, Ha, verdilər. laf yaxşı. Deməli dərəcədilər. Allah köməkləri olsun. Yoldaşı da xalanın xəstəliyindən Qılçaları yerində. əziyyət çəkir və ona kayaska lazım idi. Çox sağ olsunlar ki, Allah köməkləri olsun. Kayaskanı gətirib veriblər. Allah köməkləri Sağ olsun. olun. Sağ olsunlar. Siz də Allah sağ eləsin. Oldu, vaxtımız azdır, hələ 10 dənə ailəyə gedəcəyik.
biraz Sağ yekunlaşdıq. Oldu olun. xala. Sağ olun. Allah sağ eləsin atam. Oldu. Siz kimi oğulları Allah belə çox eləsin vətənimizin üstündə. Kasıfların üstündə. Belə canınızı sağ eləsin. Sağ olun. Çox sağ olun. Sağ olun, çox sağ olun. Bizi izləməyə Sağ olun. davam edin, işimiz davam edir. Dəyərli izləyicilər, yenə iş başındayıq. Gəldi indisə növbəti ailəyə qurban payını çatdırmağa. Kərəm, səhv etməmsə 5-ci ailəni vermişik də, elə? Hə, bu 6-cı. olmalı. Dəyərli izləyicilər, bizi izləməyə davam edin. İşimiz davam edir, qurban payını çatdırıb Vaxtımız azdır, elə tez. Ver. Salam qardaş. Əfərsiz. Salam yox. Onu da bildirim ki, qardaş biraz operatordan xahiş edirəm qabağa gəlsin biraz. Dəyərli onu da bildirim ki, qardaş 1-ci Qarabağ müharibəsi veteranıdır. Qardaşların göndərdiyi kəsdi qurban payıdır. Buyurun bunu çatdırılır. Sağ olun. Onu da bildirək ki, yayın ki bilirsiniz də 3 gündən qabaq gəlmişik sizə. Allah kömək olsun. Qardaş nə sözünüz var başqa? Sağ olun. Allah kömək olsun. Heç nə, vaxtımız azdır, yekunlaşaq. Oldu, sağ olun. Allah qurban kəsəni də qurbanını qəbul eləsin. Və buradan da çatdırmaq istəyirəm ki, sağ Salam. olun. Bu ailəyə odun ehtiyacdır, yandırmaq üçün. Qaz yoxdur burada. Sosial yardımları yoxdur, yaşayış durumları çox çətin durumdadır. Xahiş edirəm öz dəstəyinizi verin. Bugünlük bu qədər. Oldu, İşimiz sağ olun. Bu günləri Sağ olun. çoxdur Allah deyək. hamısının qazancını eləsin, sizə də kömək olsun. Oldu, sağ olun. Amin. Allah Cümlədən, canınızı sağ sağ olun. eləsin. Əziz izləyicilər, biz gəldik yenə ehtiyacı olan bir ailəyə qurban payını vermək üçün gəldik. Bir 6-7 ailəyə vermişik. Demək olar işimizi yarılamışıq, yarı işimiz qalıbdır. Artıq bu ailənin də ehtiyacı var, qurban payını gedib verməyə. Özü də evdə bizi gözləyir. Gəl. Salam belə ki. Salam belə ki. Qurban payı gəlmişik sizə. Sağ ol. Buyurun. Allah kabul eylesin. Qurban payını götürün. Nə tərsiniz? Yaxşısınız Sağ mı? ol, qatan oğlum, sağ ol. Yaxşı oldu. Başım yardım verən daha iyi. Heç nə olmaz onsuz 1-2 dəqiqəlıq da indi gedirik. Vaxtımız azdır. Nə tərsiz? Yaxşısınız mı? Yaxşı, sağ ol. Yaxşı oldu. Allah hər olun kəsəndən razı olsun. Allah qurbanını qəbul eləsin ki, Amin Allah. hamıya paylayır. Amin Allah. Heç nə, vaxtımız azdır. Bir kəlmə Hə. söz deyim biz gedək. Nə tərsiz ya özü? Yaxşısınız Yaxşı, mı? sağ ol. Allah tümənində dursun. Allah Yaxşı oldu. qaqanda tümənində dursun. Bir də nətən yardım götərdi. Sizin də tümənində dursun. Allah qəbul eləsin. Oldu. Sağ olun. Vaxtımız azdır. Biz yekunlaşırıq. İndi növbəti ailəyə doğru yola düşürük. Sağ olun. Hələlik görüşürük. Sağ ol. Biz gəldik Seyfəli kəndinə yenə qurban payımızı verməyə. Burada 2 ailə var. İndi ikisinin də qurban payını verəcəyik. Allah kəsəndən də, paylayandan da hamıdan razı olsun. Allah qəbul etsin qurban paylarını. Deməli bu 10-cu qurban payı olmalıdır. Səhv eləmirəmsə, bundan sonra 5 dənəsi qalıbdır. Allah qəbul eləsin, Allah sizdən də Allah. olasın. Allah sağ olasın verəndən də. Bu sizin qurban payınız. Allah qəbul eləsin. Bu saç sizinki. Allah qəbul eləsin. Özünüz nə sağ tərsiz? olun, Özünüz çox haqqında sağ biraz olun, danışsınız mı? Allah köməyiniz Burada olsun, işləyirsiniz də yaxşı. siz də elə? Axını işləyirik. Qaramı xilini Elə görək. dedim elə gəlmişdim ikiniz buradasınız elə sizinlə verək. Biz də sağ abid, abiddən sonra yenə iş başında Sağ olacaq. olun, Allah köməyiniz olsun, Allah Heç hamımızdan. nə, yenə də nə olsun. sözünüz var deyin, heç nə yekunlar. Vaxtımız azdır. Oğlum. Deməli vaxtımız azdır. Biz tez yekunlaşacağıq. Allah qəbul eləsin. Nəsə bir sözünüz var deyin. deyin. Alo. Sözüm belə ki, yəni Salam. evimi demişdim, öyle tarih eləmirlər. Sağ ol ayva. İbrahim. Allah canınızı sağ eləsin. Verəndən. Ay İbrahim nətərsən? Deməli əzizləyənlərimiz biz qurban paylarını verdik, artıq yekunlaşdıq. Abeddən sonra yenə fəaliyyətdə olacaq. 5-6 dənə qurban payımız qalıb. İzləmədə olun, sağ olun. Allah kəsəndən də, paylayandan da razı olsun. Allah qəbul etsin. Allah qəbul eləsin. Sağ olun. Səndən öyrətirənə Allah canını sağ eləsin. Deməli, əziz izləyənlər, biz yekunlaşdıq. Bu axırıncı ailədə gəldik rayona. Bu ailənin də həqiqətən ehtiyacı var. Tanıyacaqsınız yerində səsindən. Artıq gedirik axırıncı qurban payını verməyə. İndi artıq gəldik, ünvana çatdıq. Ailə çağıraq. Ev yəsi.
Bizim vaxtımız azdır. Bunu verib gedəcəyik. Siz axırıncısınız. Bu qurban ətidir. Bu da baş ətini gördüm. Tamamlayırsınız. Ha. Sağ olsunlar, çən kəsib alırlar. Allah qəbul etsin. Allah razı olsun, Allah həvəzini Və versin. tərsiz yaxşısınız. Sağ olun, çox sağ olun. Qabaqdan da gəlmirdik. Ha, vaxtımız azdır deyə, ha, elə dedik. Sana işe çıxmışıq. Nətərsiz kişilər? Yaxşı. Yaxşı. Yaxşı, Allah Allah şükür. razı olsun, Allah həvəzini versin. 15 dənə ailənin evin hamısını verdik. Siz də axırıncı Allah- idiniz. Çoxunu öz kəndimizə payladıq. Sizin komandanızda kimlər varsa, Allah həvəzini bir əmin versin. Ha, sağ olun. Allah çox həmişə sağ olun. ciblərini dolu eləsin, payları çox olsun, qurbanınız da qəbul olsun. Allah həvəzini versin. Sağ ol, çox sağ ol. Uşağın analizini çıxmı cavablar, yoxsa yox elə? Bu siz dediyiniz həkimə apardım. O həkimi deməklə deyəsən çox belə ağır müalicə deyil, yüngül imiş. İndi onun da bir dənə analizi var. İndi uşağın biraz gəzmələri düşübdür. Gəzmələr qutarsın, aparıb həmən analizi verdirib görüm həkim nə deyəcəkdir. O da pullu analizdir. Ondan sonra onun deməklə bu müalicə yüngül gedəcək. Yəni o qədər. Yəni o dərmanları nətə elədiniz? Ala bildiniz yoxsa köməkli elədilər yoxsa? Yox, mənə heç kim köməklik eləmədi dərmana. Yəni o dərmanları almaq hələ qalırdı elə. İndi o dərmanların müalicəsi elə bil Bəhman qardaş başqa həkim dedi. Adı həkimin Şənlik doktor. həkim, şənlik həkimdir. O həkimin deməyindən işte bir dənə analiz var. O analiz yaxşı çıxsa lap belə Ha, inşallah. lap ölümcül deyil ona deməklə. Düzəlsin işimiz. Allah şənli həkimin də canını sağ eləsin Ha, ki, çox kömək yəni elədi. yardım elədi. Çox sağ olsun. Allah ondan razı olsun. Amin. Beşdən, Şənlik vaxtımız həkimə də xüsusi təşəkkürüm var. azdır. Sizin Deyirlər sayənizdə qurban bayını onlara da axşam vermək. İndi biz gecikdik deyə axırıncı ilə gəldik sizə verdik. Allah Vaxtımız da qəbul eləsin. azdır. Hə. Hə, deməli buranı görürsüz, buradan aynan qırıqdır. Bax, buranı düzəltmək o ki, dəyişmək boşluqla. Bax, bu düzəlməlidir. Yəni bizim də elə çox gücümüz çatmır. Yəni hansısa produktda gücümüz çatır. İndi görənlər yəni baxsınlar, yəni görsünlər. Yüzü qışa gəlir. Bax, filtənin səhi filtə qırılıbdır. Bu da bir dənə də filtə almaq lazımdır bura. Yəni bu ailənin problemi yəni Bir çoxdur. də uşağımın müalicəsi. Görsən bax, remontsuzdur bax buranı. Uşağın müalicə olmasın. Uşağına yəni müalicə Qırmızı ehtiyac qapıda var. ora bağlanmır. Dərmanın zadı yenə Onu deyin, qoy qapını bilsinlər. düzəltməyə Dərmanın kömək qiymətini də eləyərdiniz. deyin. Uşağın müalicəsinə kömək eləyərdiniz. Ən əsas bu ikisi istəyirəm. Yəni Kərəm, Azərbaycan xalqından dəstək istəyirik deyirəm. Gözəl ürəkli Bizim insanlardan qrupdan. biz, dəstək istəyirik. Yəni bu ailə ən çox bu ailəyə düşür. Bir Yəni də burada bu qəzal binada, bu binada qaz yoxdur. Sadəcə işıqdır. İşıqda pletka qoşuruq yeməyə də, ondan sonra isitməyə də. Amma mən yerli olduğuma görə bizə işıq vermirlər. Yəni hökumət pulsuz verir də bu cəmaata çörək pulu, yemək pulu, deməli onlara pulsuzdur işıq. hamıya. Bu binada hamıya. Sizdən 5 başqa. mərtəbə burdadır, 2 mərtəbə qarşıdadır, başqa Müraciət burada edirsinizmi ki, yəni Çox eləmişəm. Amma vermirlər. Mən yerli olduğuma görə vermirlər. Mən limitlə pulla verirlər həm də. Yox. Limitsizdir. Onlar da pulsuzdur. Hər ay pul hökumət özü kontr yükləyir onlara, amma mənə vermirlər. Ona görə biz işıq yükləyə biləndə evimizi isidə bilirəm. İşıq olmayanda da yox. O da ki 20 manat bir neçə gün görür. Həm İşıq da deməli çox pul yazır. Yəni işlərsə artıq limiti keçir. Yeməkdir. 3-cü limitə çatanda pikətdə yazır. Yəni işıq pulu çox yazır. Hə. Yəni Bir ailədə ay- bir aya işləməyən çox şeyləri gedir. yoxdur. 100-150 Bir dənə bu filtədir. Filtədə gördüyünüz kimi qırıq. İlla bu qışın şaxtasında İndi 150 bizim- dənə hələ olur ki, bir 5 manat da artıq olur. Yəni elə bir şaxtada heç isitmək olmur. Yəni Biz də əlimizdən gələn balaca filtə alacaq. Yenə də ehtiyac var. Gör bu qapı qədər. O birisi qapı da qırıqdır. Onu da istəyirsiz çəkin. Kərəm, Azərbaycan xalqından dəstək istəyirik. İstəyirik, Çatdır. bəli, bütün Azərbaycan millətindən dəstək istəyirik bu ailə üçün. Bizim qrupda olanlardan. Kəndimizin oğlanlarından kimin nəyə gücü çatır, yəni köməklik Mən eləsin. çəkilişə çıxmaq istəmirdim. Bir neçə verilişdə də çıxmadım. Amma baxıram ki, artıq məcburam. O narahat olma, yaxşı olar inşallah. Artıq məcbur oldum. Həm uşağımın müalicəsi. Kərəm, uşağın da müalicəsini bilməyənlərə çatdır ki, yəni vəziyyət nədir indi o müalicəsinə nə qədər Dediyimiz kimi, bəli, müalicəsinə çox pul lazımdır ki, dərman almaq üçün. Yəni o barədə də kömək edir. Bir həftədir nədir, uşaqlarım bəlkə xəstələndilər, bu gəzmələrə çıxdılar. Çox ağır vəziyyətdə oldular. Ona da çox əziyyət çəkdim.
Heç nə, deməli belə, vaxtımız azdır, biz yekunlaşırıq artıq. Gördüyünüz kimi ailənin durumu yarıbıdır. Bunu da söylemişəm düzəltməyə, amma başara bilmədim. Mən Ötədən sizə əmələ gələsi deyil. Bu, biz birini təşkil eləyəcəyik balacasını. Yenə də kim köməklik eləmək istəsə, yenə filtrdən, yəni bu aynaya qapıya, yəni köməklik eləmək istəyən eləsin. Oldu belə. Heç nə. inşallah mən ümid edirəm ki, Qurban payımızı da verdik, əlimizdən gələni elədik. Artıq sizdən sağollaşırıq. İnşallah bir iki həftəyə yenə gələcək, yəni sizi yadımızdan çıxartmayacaq. Oldu. Sağ olun.